Sultan Animasiya Studiyası təqdim edir. Balaş 14. bölüm Piyada keçidi. Riyaziyyatdan testlər yaman çətin idi. Yox, niyə ki? Mən hamısını həll elədim. Maraqlıydı. Axı bu hesablamaların nəyi maraqlı ola bilər? Yaxşı, mən getdim. Hələlik. Sağ ol Zuzu. Balaş, sən hələ getməmsən? Axı tez çıxmışdın, dedin tələsirsən. Yaman acımışdım. Gəldim nəsə atışdıram. Gəl gedək, evdə rahat yeyərsən. Yaxşı, gedək. Məni də gözlə Balaş. Gəl. Maşın gəlmir, tez gəl. Ey. Leytenant Məmmədov. Yolu doğru yerdən keçmədiyiniz üçün, qaydalara riayət eləmədiyiniz üçün mənlə gedəcəksiniz. Bizi həbs edirsiniz? Buyurun, ardımca gəlin. Gəlin. Gəl Balaş. Piyada keçidi, piyadaların küçənin digər tərəfinə təhlükəsiz keçməsi üçündür. Uşaqlar, bilirsiniz, piyada keçidi yolun üzərində yeraltı və yerüstü ola bilər. Yolun üzərində olan piyada keçidi yerdə zolaqlarla çəkilir. Zebra adlandırılır. Belə keçidlərdə sürücülər piyadalara yol verməlidirlər. Amma əgər zebra yol ayrıcında işıqforun yanındadırsa, onda yalnız yaşıl işıq yananda zebrın üstü ilə küçəni keçmək olar. Yolu keçərkən mütləq piyada keçidindən istifadə etmək lazımdır. Əks halda cərimələnə bilərsiniz. Babacan. Baba. Leytenant Məmmədov. Salam baba. Salam cənab leytenant. Deyəsən nəvələrim qaydanı pozub, hə? Bəli, uşaqlar yolu keçərkən piyada zolağından istifadə eləmədilər baba. Yolu düzgün keçməmək piyadalar üçün çox təhlükəlidir uşaqlar. Elədir. Ora baxın uşaqlar. Gördünüz? İşə bir bax. Ayda. Kaş biz də belə keçərdik. Bağışlayın cənab polis. Bundan sonra yolu diqqətli keçəcəyik. Mütləq piyada keçidindən keçəcəyik. Afərin balaş.